Efirdə 3 övladım haqqında, ay maşallah Allah saxlasın, ona görə danışmaq istəmirəm ki... Bu say falan, böyle bu kimsə əslində olan belə deyək, olmaz. efirdə övladlarım haqqında danışmaq istəmirəm ki, belə deyək. Bunlar mənə məxsusdur, yəni. Bilirsiniz necədir, qardaş? Şəxsi nə deməkdir? Təsəvvür edirsiniz, şəxsi sözün o gün deyirdim, necə təhlil edirsiniz siz? Mən şəxsini... Bir şeyi ki, cəmaatın arasında danışırsa, bu artıq şəxsidən çıxır. Tam səmimi deyirəm, bu qədər sual verəm mən heç vaxt ailəm haqqında danışmamışam. Bu sənə şəxsi düşündüyüm üçün danışmam. Amma... Şəxsi sözün bir yeri qalmalıdır ya yox o söz, bu şəxsi. Mən öz adımdan danışmaq olar da. Yox, qardaşım. Sən öz şəxsindən nəsə paylaşmağı rahatdırsa sənin üçün, özün bilərsən. Mənə şəxsi yerində saxlayıram. Misal üçün, onunla yanaşı, ola bilər ki, məndən hansısa köynəyimi istəyərlər, mən o köynəyin oxşarını alıb verərəm ona, misal üçün. Bu bir növ ona bənzəyir də, hər bir adam da var, xarakterində belə bir şey var. Öz köynəyini xoşuna gəlir, deyir, yox, bu mənim şəxsi köynəyimdir, istəmirəm verəm. Vermərəm, hə. Amma onun təzəsini alır, verir, hə. Bəli. İndi adam da var ki, ailəsində elə o şəxsi şeylər var ki, istəmir o barədə nəsə danışsın. Ümumiyyətlə heç... Qardaş, bir dənə söz deyim. Wikipedia adlanan bir şey var, biografiya. Düz yazmayıblar axı heç. Yox, orada onu demirəm. Orada... Çünki üzr istəyirəm, bilsəniz niyə düz yazmıyorsunuz? Çünki mən o barədə danışmamışam deyə hər kəs öz bildiyi kimi yazıb. Mən düzdür, ara sıra valideynlərim haqqında söhbət gedib. Onlar da ağbirçək, ağsaqqal bilmişəm. Onlar haqqında danışmışam. Amma oradan o tərəfə yəni heç kimə icazə verməmişəm ki, efirdə bu barədə sual versin, bu barədə ümumiyyətlə məndən cavab almağa çalışsın. Yəni bu məcburiyyətində deyiləm. Bu mənim öz fikrimdir. Burada sadəcə olaraq dediyim kimi, bizim sualımız buydu. Onu da yazıblar deyə hər halda. 3 övlad yazıblar. Neçə övladdır mən bilmirəm, amma Allah hər birini qorusun. Yazıblar efirdə 3 övladım haqqında ona görə danışmaq istəmirəm ki, siz də deyirsiniz ki, bu mənim şəxsimdir. Əlbəttə, şəxsi olaraq qalsın deyə danışmıram.